Bura İmam Hüseyin əleyhissalamın hərəmidir və hazırda dayandığım yerdə zamanında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin türbəsi yerləşmişdi. Bugün biz arkada yalnız hovuzun səsini eşidirik. 1984-cü ildə Səttam Hüseyin burada yol çəkmək bəhanəsi ilə Məhəmməd Füzulinin türbəsini dağıdır. Lakin belə bir fərziyyə var ki, türbə dağıdılmamışdan bir gün öncə dahi şairin sümükləri toplanaraq Sultaniyə məscidində gizlədilmişdi. Gəlir gün o gün olur ki, 90-cı illərdə yenidən yol çəkmək bəhanəsi ilə bu dəfə Sultaniyə məscidinin dağıntılara məruz qalır. Lakin bir gün öncədən yenidən şairin sümükləri çıxardılaraq artıq bu dəfə İmam Hüseyin əleyhissalamın hərəminin giriş qibləsində yerləşən əlyazmalar otağına yerləşdirilir. Bugün həmin hissə kişilər tərəfdə qalır və orada yalnız biz bir baş daşını görürük. Digər fərziyyəyə görə isə ümumiyyətlə belə bir hal yaşanmayıb və 1984-cü ildə yol çəkilən zaman elə şairin qəbri yerin altında tamamilə dağıdılaraq qalmışdı. Azərbaycan daim bununla bağlı böyük bir cəhdlər etmişdi. Vaxtilə zamanında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə və Elçin Əfəndiyevin rəhmətliyin rəhbərliyi altında Azərbaycan heyəti Bağdada səfərə gələndə Füzuli ilə bağlı konqresin keçirilməsinə və məzar işlərinin həll olunmasına cəhdlər, təşəbbüslər göstərir. Bağdad tərəfi nə qədər bunu ləngitsə də Elçin Əfəndiyev çox da təşəbbüs göstərərək məzar işi tamamlanmayana qədər biz Bağdada tərbiyə edəcəkdik. Təşəbbüs nəticəsində məzar söhbəti güya həll olunsa da, lakin günün bugününə qədər Füzulinin qəbri burada məzarı, türbəsi düzəldilməmiş, bərpa edilməmiş və dahi şairdən xatirə qalan yeganə bir iş sadəcə olaraq hərəmin qiblə girişindəki həmin o baş daşıdır. Dahi Füzulinin özünün çox gözəl bir sözü var. Nə yanar kimsə bənə atəşi dildən özgə, nə açar kimsə qapımı, badi səbadan qayrı.